Salam dostlar, necəsiniz? Bugün sizinlə yeni bir kitabı başlayırıq. Bu kitabın adı Lisey və Gimnasiya ilə hazırlıq vəsaiti Elsəvər Vəliyev 4-5-ci sinif Lütfüzadə Riyaziyyat Məntiq Olimpiyadası imtahanlar və sınaqlar toplusudur. Biz 5-ci sinif edirik. 5-ci sinif LGS 8 Riyazi Məntiq. Birinci sualdan başlayırıq. Birinci sualda deyir ki, ardıcıllığın növbəti həddini tapın. Ardıcıllığı buraya yazaq. 3, 6, 11, 18, 27, 38, 51. Burada yəqin ki tapmısınız. Üzərinə 3 gəlir, buradan bura, 5 gəlir, 7 gəlir, 9 gəlir, 11 gəlir, 13 gəlir, sonda da 15 gəlməlidir. 51-in üzərinə də 15 gəlirik, eləyir 66. B variantı. İndi keçirik ikinci suala. 2. Bu məntiq sualdır və burada dönmələrə fikir vermək lazımdır. Birincində 90 dərəcə sola, ikincində də 90 dərəcə sola, üçüncündə də 90 dərəcə sola dönməlidir ki, cavabımızı tapaq. Döndükdə cavabımızı görürük ki, cavabımız D variantıdır. İndi 3-ə baxaq. Üçüncü tapşırıqda fiqurdakı kiçik kubların sayını tapın. Buradakı kiçik kubların sayını tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Burada 24 ədəd kub var. Cavabımız A variantı. İndi dördüncü suala baxırıq. Dördüncü sualda deyir ki, uyğunluğu araşdırın və M üstəqal N cəmini göstərin. Burada 6-nı 8-ə vuranda 48, 4 və 8-in rəqəmləri cəmi isə 12 edir. İndi 36-nın M-in və N-i necə taparıq? 36-nın rəqəmləri hasili eləyir 18. M bərabərdir 18-ə. N bərabərdir 18-ə. N-i də tapmaq üçün N yazını çaşıb. N-i də tapmaq üçün 18-in rəqəmlərin cəmini toplayacağıq. Edəcək 9. 18-in də üzərinə 9 gəlirik. Edir 27. Cavabımız C variantı. İndi 5-ə baxaq. 5. 5-ci sualda deyir ki, verilmiş tərəziyə görə dairə işarəsinin çəkisini tapın. İndi orada 7 dairə var. 7 dairə bərabərdir 1000 qram, kiloqram qrama çevirdim. Üstəqal 2 dairə. Burada bunlar ixtisar gedir. Eləyir 5 dairə bərabərdir 1000-ə. Dairə də bərabərdir 200-ə. Cavabımız B variantı. Altıncı suala baxırıq. 6-da deyir ki, uzunluğu 60 cm olan taxta parçasını 5-lik hissələr bölmək istəyən icad taxtanın neçə yerdən kəsməlidir? Burada buna diqqət etmək lazımdır. Çox uşaq burada cavabı 12 hissə alır və onu kəsmə çevirmək lazımdır. Kəsmə çevirmək üçünsə hissələrdən bir çıxırıq. Burada indi 60-ı böləcək 5-ə. Böləcək 5-ə edir 12. 12-dən də 1 çıxırıq edir
11. C variantı. İndi silək. 7'ye bak. 7. sualda deyil. Bir məntiqi sualdır. Bunu çəkim. Saxladıram videonu, çəkib başladacağım. Yenidən salam dostlar, mən çəkdim və gəlin bu sualı edək. Burada 22 var, 3 var, 7 var və 11 var. Burada 25 var, 4 var, 6 var və 11 var. Burada isə 43, sualları boş qoyuram yerlərin və 14. Burada məntiq nədir? 3'ü 7'ye vururuq, 21, üstünə 1 gəlirik 22. 3 ilə 7'ni toplayırıq, edir 10, üstünə də 1 gəlirik 11. Hamısında belə edir. İstəyirsiniz bunda yoxlayın. 4'ü 6'ya vururuq 24, üstünə 1 gəlirik 25. 4 ilə 6'yı toplayırıq 10, üstünə 1 gəlirik 11. İndi burada bir gəlmək ehtiyacı yoxdur. Ondan sonra bu iki ədədlərdən bir çıxaq, 42 və 13. Cəmləri 13, hasilləri isə 42-dir. Bu hansı ədəddir? 6 və 7 ədədləri. İstəyirsiniz yoxlayın. 6'nı 7'ye vururuq 42, üstünə 1 gəlirik 43. 6 ilə 7'yi toplayırıq 13, üstünə 1 gəlirik 14. Cavabımız C variantı. Ben bunları sileyim. İndi neçənci sualdayıq? 8-ci sualdayıq. 8-ci sualda deyir ki, Gülşənin 11 yaşı var. C 11'e bərabərdir. Atasının isə 36 yaşı var. A da bərabərdir 36'ya. Burada deyir, neçə ildə sonra onların yaşları cəmi 59 ola bilər. İndiki yaşlar cəmi neçədir onu tapaq. Üstə qal 11 bərabərdir 47. 59'dan 47 çıxırıq edir 12. 2 nəfər olduğu üçün hər ildə 2 il keçir. 12'ni də bölürük 2'ye edir 6. Cavabımız B variantı. İndi 9'a baxırıq. Aşağıdakı mülahizələrə əsasən doğru cavabı göstərin. 8 il bundan əvvəl Anarın 39 yaşı var idi. 11 il bundan sonra Arifin 59 yaşı olacaq. Burada variantlara baxırıq ki, 10 il bundan sonra Anarın 58 yaşı olacaq. Birinci bunların yaşlarını tapaq. Anar, Arif. Deyir ki, 8 il bundan əvvəl Anarın 39 yaşı var idi. Deməli, indiki ildə Anarın 47 yaşı var. 47. Arifin isə 11 il bundan sonra 59 yaşı olacaqsa, 59'dan 11 çıxırıq, eləyir 48. Variantlara baxaq indi. 10 il bundan sonra Anarın 58 yaşı olacaq. Anarın 47 yaşı var idi. Üstünə 10 gəlirik 57. 58 yox. Bu yanlış. A variantı yanlışdır. A variantı yanlışdır. B variantına baxaq. B variantı deyir ki, 10 il bundan əvvəl Arifin 37 yaşı var idi. Arif, mən bundan yerlərini dəyişik elədim. Burada 47 olacaq. Yedi, 48 olacaq deyəsən. Anarın 47 olacaqdı. Anar 47, hə. İndi deyir, 10 il bundan sonra Anarın 58 yaşı olacaq. Anarın, hə, bu doğrudur. A variant doğrudur. Yerlərini dəyişik salmışdım. Axırdım.
Anarın A variantı doğrudur. O birisi variantlara baxmaq vacibdir ki, bəlkə səhv etmişik. 10 il bundan əvvəl Arifin 37 yaşı var idi. Arif budur, yaşı budur. Arifi yaşını 10 çıxırıq, edir 37. Bu yanlışdır. İndi C-yə baxırıq. C-də deyir, Anar Arifdən 1 yaş kiçikdir. Anar Arifdən 1 yaş kiçikdir. Bu doğrudur. D variantı deyir ki, Arif Anardan 1 yaş kiçikdir. Bu yanlışdır. A variantında deyir ki, Anarın yaşı. Biz Arifin yaşını götürmüşük. Anarın yaşının son qələmdə 57 olur. Deməli, bu da olmur. Necə? Bu olmur. Burada olmamalıdır. Cavabımız olur C variantı. C variantı. İndi keçirik. Bunu silim. 10-cu suala baxırıq. 10-cu sual. 10-cu sualda deyir ki, A üstə B-nin bərabəri nəyə? Burada bunu çəkmək lazımdır. Çəkim qayda açaram, bir də bağlayım. Dostlar, çəkdim. İndi gəlin bu sualdakı ədədləri buraya yazaq. Burada A deyir. Burada 13, 6, 29, 11. 11 ilə 9-un cəmi 20 edir. Deməli, burada qonşu iki xananın cəmi üstündəki ədədə bərabərdir. Burada 6-dır, sonra burada 7 olacaq. 7 ilə 9-un cəmi 16 edir. 16 ilə 13-ün cəmi 29. 16 ilə 20-nin cəmi isə 36 edir. 36 ilə 29-un cəmi isə 35. 65 edir. A-mız bərabərdir 65-ə. Baxaq görə hansı variantdır? Yox, 75 edir. Burada diqqətsizlik elədik. Cavabımız olur C variantı. Sağ olun dostlar, buracan idi. Xeyr dostlar, bağışlayın, bir dənə səhv etmişəm burada. Burada doğrudan da düz yazmışdım. Burada B də var imiş. B-ni görməmişdim. B də 7-dir. 65-in də üzərinə 7 gəlirik. Edir 72. Cavabımız olur B variantı. Sağ olun dostlar. Gələn səfərdə 11-dən 20-yə edərik.